insanların özünü tanımamasının 3 əsas səbəbini deyək. Məsələn, uşaq vaxtı bizim susturulan tərəflərimiz, kimliyimiz bizim uşaqlığımızdan başlayır. Yəni biz təbii ki, yetkin olduqca özümüzü tanıyırıq, amma kimlik orada formalaşır. Uşaq vaxtı biz hansısa bir hərəkətimiz olur, hansısa bir sözümüz, danışığımız olur. Valideynlər bizə nə edir? Ola bilsin ki, aktiv uşaq oluruq. Bizə deyirlər ki, sakit ol, az danış, az hərəkət et, bunu demə, bunu etmə. Ona verilən həmin o kod altında özünü göstərmək istəyəndə artıq o valideyn tərəfindən ona edilən o idarə deyək, təsir deyək, yəni onu biraz o öz kimliyindən sanki uzaqlaşdırır. Hələ də o uşaq üçün açılmayan kimlik orada biraz sıxışdırılır. Və sonra qorxu ilə bastırılmış potensial var. Yenə də biz nəyəsə maraq göstəririk, nəyəsə etmək istəyirik. Yenə də valideynlər bizə deyir ki, bunu etmə, buna işdir. Kimsə yaxşı rəsm çəkə bilər, tutalım. Valideyn ona ciddi yanaşmır, ona dəstək vermir. Deyir ki, sən bununla məşğul olduğunu get başqa bir şey et. Yenə də o kimliyə sanki qarışmış olurlar. Sonra gəlir yenə 3-cü bənddə, məsələn, sən olmadığın həyatı yaşayırsan. Biz böyüyürük, yetkinləşirik və başlayırıq başqalarının gözləntisini yaşamağa, gözləntisi rolunda olmağa. Kimsə bizdən nəyisə gözləyirsə, biz çalışırıq ki, onun istədiyi kimi olaq. Və yaxud da ailəmizdə ssenarilər olur ki, bizdə ailədə belə olub, bizim ailə dəyərlərimiz budur. Sonra cəmiyyətdəki rolumuz, iş həyatımız, yəni özümüzü sanki bir formalaşdırırıq. Yəni özümüz olmaqdan çıxırıq. Bəlkə də biz tam başqa düşüncədəyik, tam başqa fikirdəyik. Biz o həmin o ailə dəyərləri, ailə ssenarisi, cəmiyyət içində özümüzü başlayırıq sanki başqa cür aparmağa və biz bunun nəticəsində də nə olur? Biz öz kimliyimizdən çıxmış oluruq. Bu da təbii ki, nələrə təsir edir? Bizim münasibətlərimizə təsir edir, bizim maddiyyatımıza, bizim iş həyatımıza təsir edir. Biz yenə də orada o nə vaxt ki, bastırılmış bizim bacarığımız olur. Biz artıq onu göstərmək istəsək belə, artıq böyüyəndə onu bir sıxışmış halda olur, bir içimizdə bir həmin o psixoloji qorxu qalır. Biz onu göstərə bilmirik. Ola bilsin ki, biz bir sahədə istəyirik ki, özümüzü göstərək. Həmin bu maneələrə qarşı çıxmırıq. Başlayırıq, yəni başqa tərəfdən ki, yox, mən bunu etsəm, nəsə pis qarşılanacaq, bu bacarığımı göstərsəm mənə gülərlər və yaxud da bunu etsəm məni qınayarlar və elə orada bir psixoloji inanclar yaranır və biz də nəticədə bizə verilən o kimliyimizdə olan, bizim o həyat kodumuzda olan, potensialımızda gizlənən bacarığı, istedadı göstərə bilmirik.